Su həyatdır, su gələcəyimizdir. İnsan üçün su bilirsiniz nədədir? Yeməksiz dolanmaq olar, amma susuz dolanmaq olmaz. Bir damcısına belə möhtac qala bilərik. Daim var deyə elə bilirik ki, elə həmişə də olacaq. Suyu hər şeydə qənaətlə işlətmək lazımdır, çünki su mənbələrimiz tükənir. Məncə bu daha qlobal bir şeydir. Yəni istər böyük sənayelər, müəyyən su israf edən şirkətlər də ilk öncə buna diqqət yetirməlidirlər. Hətta küçədə də keçirsən görürsən ki, su yəni axır özünə. Görürsüz maşınları yuyurlar küçədə. Özü də onlar hamısı təmiz içməli suyla yuyulan. Mən lazım olanda açıram, əl-üzümü yuyuram, qab-qacağı yuyuram, olmayanda bağlayıram və salam. Bir damcı da axmasın. İsrafçılığa yol vermirəm. Ailə üzvlərimdən də bunu tələb eləyirəm. Mən özüm qənaət eləyirəm suya. Həm evdə də, yəni lazım olmayanda söndürürəm. Butulkanı içirlər suyu, yarımçıq atırlar suyu kənara. Ən çoxu kran açıb qoyurlar. Düzdür, susuz yaşamaq olmaz. Suyu işlətməliyik. Hər birimiz suyu işlədirik. İşlədəndə işlədirəm, işlətmədim bağlı saxlayıram. Yəni çox israfçılığa yol vermirəm. Mən özüm suya qənaət heç eləmirəm. Əslində eləməliyəm, bunun fərqindəyəm. Açsıq, işlədirik, sonra yenə bağlayırıq. Hətta belə pulsuz da olsa mənim canım götürməz ki, o axsın getsin. Mən öz evimizə belə gedəndə rayona valideynlərimə deyirəm ki, yəni lazım deyilsə onu nahaq yerə boş-boşuna açıq qoymayın. Dünyanın elə ölkələri var ki, orada insanlar yəni susuzluqdan çox acınacaqlı şəkildə əziyyət çəkirlər. Keyfiyyətsiz borulardan istifadə də müəyyən mənada su israfına gətirib çıxara bilər. Məncə avtomobil yuyulanda su çox gedir. Mən özüm qənaətçiləm, açıq demə baxımından. Ümumiyyətlə nəinki su, bütün kommunallarla bağlı. Yaxşı olar ki, hamı bu fikrə çox ciddi yanaşsın. Çağırıram milləti ki, hamı israfçılığa heç kim yol verməsin. İstər suda, istər bütün nemətlərin hamısında. İnsanların bununla bağlı bir fərqindəliyi formalaşmış olsa ki, suyu daha az istifadə eləyək. Yəni ən primitiv dişimizi fırçalayanda açıq qoymamaq, və yaxud da duş alarkən müəyyən məqamlarda suyu bağlı saxlamaq ən azından müəyyən qədər bir problemin qarşısını ala bilər, amma tamamilə həll eləyərmi? Bu artıq sual işarəsi altındadır.